Salam, hər vaxtınız xeyir. Mən məntiq müəllimi Simran Süleymanov. Bu günlərim sizlərə saat məsələlərindən saatın cüzgə əksi olan məsələlərin həllini verəcəm. Bu tip məsələlər ən çox dövlət qulluğunda düşür. Magistrada bir ehtimal düşə bilər. Dövlət qulluğunun isə klassik suallarındandır. Ən çox düşən suallardandır. Bir çox müəllimlər izahını veribdir. Cüzgə əksi ilə. Misal üçün biz birinci oxuyaq məsələnin şərtinə görə bizə şərtdə nə bilir? Evdən saat 17:06-da çıxmalı olan adam dəqiq işləyən divar saatına güzgüdən baxanda şəkildəki vəziyyəti görür. Hansı cavab variantlarında həmin adamın evdən çıxana kimi qalan vaxtı dəqiqələrlə doğru göstərilir? Bu güzgü əksidir. Yəni saatımın güzgü əksidir. Normalda saat əgər 12, 1, 2, 3 bu qaydada olarsa, güzgü əksində bunlar yerini dəyişir, olur 1, 2, 3, 4 bu qaydada. Bir çox müəllim sizə bu qaydada izah verir. Və burada saat bu əqrəblərin də istiqaməti dəyişir. Normalda bu əqrəblər bu qaydada hərəkət etməlidirsə, güzgü əksində bunlar da əksinə gedir. İmtahan həyəcanından bir çox tələbə bunu bu qayda nəzərə almır. Gəlir burada saatı güzgü əksinə çevirir, saat əqrəbini. Dəqiq əqrəbini güzgü əksinə çevirmir. Bura normalda bir olmalıdır axı. Normal saatda bir olmalı. Yəni 5 dəqiqə işləmiş. Onu 5 dəqiqə işləmiş götürür. Yəni güzgü əksində 55 kimi götürmür onu. Burada belə çaşbaş qalmamaq üçün siz şəkildə gördüyünüz saatın normal saatını tapın. Normalını tapın. Görün normalda saat neçə olur? Deməli, rəqəmləri yazaq. 12, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Deməli, saat əqrəbi 9-dan 10-a gedir, dəqiqə əqrəbi də 1-in üstündədir. Yəni, mən bu saatı görsəm, deyəcəm ki, 10-u işləyib 5 dəqiqə. Elektronla yazası olsaq, 9:05 və yaxud da 21:05. Ürəyiniz hansını istəyir yazın. 21:05 də yaza bilərik. 21:05. Sonra 24 saatdan verilən saat çıxıb güzgü əksini tapıram. Əziyyət çəkmirsiniz. Bir də təsəvvürümə gətirin. Bu tərsinə gedəcək, hərəkət tərsinə olacaq. 9-dan 10-a doğru gedibsə, birdən 19-a qalmış götürürlər. 9 işləmiş götürürlər. Düşünmürlər ki, saat əqrəbi kiçikdən böyüyə doğru gedir. Mən böyüyü götürməliyəm. Onu düşünmürlər. Çünki tam tərsini fərz eləmək lazımdır və imtahan həyəcanından o qədər Azərbaycan dili, qanun, informatik işləyib ən sonunda məntiqə çalışsan, məntiqdə beyin yorulur. Bu məsələlərdə ən çox vaxtı sonlarda düşür. Sonuna düşməsə də əvvəldə də düşsə, tələbənin beyni yorur. Boş-boş öz beyninizi yormayın. Boşu-boşuna beyninizi yormayın. Tənbəl üsulu, rahat üsula qaçın. Asan. Onsuz ki, nəticəni alacaqsınız. Neyləyirik? 24 saatdan 21:05-i çıxıram. Mən 24 saatdan həmişə dəqiqəni çıxanda 24-dən 1 saat götürüb dəqiqəni tutacağam, olacaq 60 dəqiqə. Ona görə standart olaraq 23:60-dan çıxın. 23:60 onsuz ki 24 saatdır. 23:60-dan 21:05-i çıxıram. 60-dan 05 çıxanda qaldı 55. 23-dən də 21 çıxanda qalır 2. Yəni 2:55 və yaxud da 14:55. Hər ikisini deyə bilərik. 2:55 də ola bilər, 14:55 də ola bilər. Fərqi yoxdur. Siz baxırsınız ki, burada mənə hansını veribdi. 17:06 veribsə sizə 14:55 götürün. Yox, əgər mənə 5:06 versəydi 05:06, onda mən 2:55-i götürərdim. Hansına daha yaxındır onu götürürsünüz. Deməli 14:55. Neçə dəqiqədən sonra 17:06 olacaq. 5 dəqiqədən sonra saat olacaq 3, yəni 15:00. 60 dəqiqədən sonra olacaq 16:00. Növbəti 60 dəqiqədən sonra olacaq 17:00. 6 dəqiqədən sonra da olacaq 17:06. Bunları topladıq. Cavabımız oldu 131. Bu qədər sadə. Əksini düşünüb, əksini yazın. Belə şeylər eləməyin. Misal üçün,
Mən bu saata baxsam, 99% tələbə, yəni 99% insan biləcək ki, burada saat 11-ə işləyib 9 dəqiqə. Çünki tam olaraq bu 2-nin üzərinə gəlib çatmır. 9 dəqiqə işləyibdi. Mən bunu bir də güclü əksinə çevirəm. Elektron imtahan verirsiniz. Üzərində testin üzərində iş görə bilmirsiniz. Bir də bunu vərəqə çək, güclü əksi ver. O boyda zülm çəkməkdənsə, baxan kimi görürəm ki, burada saat neçədir? Saat oldu deməli. 11 işləyib 9 dəqiqə. Yəni 22:09. 23:60-dan çıxıram. Qalır nə qədər? Qalacaq deməli 51. 23-dən 22 çıxdıq 1. 1:51. Mən 1:51-ə 13:51 də deyə bilərəm. Fərqi yoxdur. 13:51 də götürə bilərik 1:51 də. 15:01 hansına yaxındır? 13:51-ə yaxındır. 13:51 də 2-yə 9 dəqiqə qalmışdı. 1:51 də. İkisi də eynidir. Deməli, 13:51-dən 9 dəqiqədən sonra saat olacaq 14. 60 dəqiqədən sonra 15, 1 dəqiqədən sonra da 15:01. Bunları topladıq, cavabımız oldu 70. B variantı. Eyni qaydada siz 36 nömrəli testi işləyib şərhlərdə qeyd edin.